Bu iki traktor olmasaydı bəlkə də aclıq dövrü olacaqdı. Bəs daşdan pul çıxaran o traktorlar hansıları idi? Siz videonu bəyənib kanalıma abunə olun, mən isə keçim hekayəmizə. Müharibədən sonra SSR-də vəziyyət biraz qarışıq idi. Yollar dağılmışdı, kəndlər isə viran qalmışdı. Elə həmin vaxt səhnəyə 2 dənə əfsanə çıxdı. DT-54 və MTZ-50. Bunlar elə universal idi ki, qardaşım, həm şəhərdə daş daşıyırdı, həm də kənddə şum-şumlayırdı. Kənddə kimsə bu traktorların səsini eşidəndə bilirdi ki, iş başlayır, evə bu gün çörək gələcək. DT-54 tırtıllı idi. 1949-cu ildən istifadəyə verilmişdi. Elə yerə girirdi ki, adam baxıb, qaqa bu tankdır yoxsa traktor? Daş, palçıq, bataqlıq bunun üçün adi yol idi. Yol çəkirdi, dağılan yerləri bərpa edirdi. Bir sözlə kəndin belini həmişə dik tuturdu. 1962-ci ildə isə estafeti təkərli, səsindən qulaq tutulan dizel MTZ-50 aldı. Dizel mühərriki vardı. Həm güclü idi, həm də sürətli. Düz 1985-ci ilə kimi kəndin bütün o ağır yükünü bu qara fəhlə çəkdi. Hər kəsin də hörmətini qazandı. Bu iki canavar Sovet dövrünün zəhmət simvolu idi. Bəs səncə bu iki əfsanədə hansı daha güclü və etibarlı idi? DT-54 yoxsa MTZ-50? Və sonda belə bomba söhbətlərin davamı üçün videonu bəyənib kanalıma abunə olmağı unutma. Sabaha qədər.